Herkese salam kızlar. Bugün sizin için kənd vlogu ile geldim. Kənd həyatından çəkilişlər etdim sizin için. Ümid edirəm ki, çox maraqlı olacaq. Hal-hazırda gördüğünüz kimi biz yola düşmüşük. Bir müddət yol gedəndən sonra bizim burada yol üstü bir xoşumuz gələn yer var. Rahat marketdir və onun yanında un məmulatları satılır və mənim uşaqlarım mütləq burada dayandırmalıdırlar. Burada nəsə almalıdırlar yolda yemək üçün. Ona görə bu dəfə də həmişəki kimi ənənəvi şəkildə burada dayandıq. İndi isə hamımız birlikdə gedirik özümüzə bəzi yeməli bir şeylər almağa. Bu dəfə bizimlə kəndə anam, atam, bu iki dənə balaca qız isə qardaşımın qızlarıdır və bacımın qızı gedir. Mənim öz qızım getmək istəmədi bu dəfə, ona görə o qaldı evdə. Artıq yol ilə sizi çox bezdirmədim. Bu isə biz çatmışıq. Buralar görürsüz, bütün ot basıb, ona görə buraları biz sabahları buradakı otu hamısını biçəcəyik. Çox gözəldir, yaşıllıqdır. Bu bizim yerimizdə, hansındakı biz fundament atmışdıq. Keçən vloqlarımda var idi. Amma indi görünmür, bu ağacların arasındadır. Mən isə qorxuram o tərəfə getməyə. Burada çox var. Ot çoxdur deyənə getmək istəmirəm. Sabahları buranı çalandan sonra gedəcəm, baxacağım necədirsə oralar. Kızlar, deyirdim ki getməyəcəm, amma burada bir cığır tapıb getdim. Bu da bizim evimizin fundamenti. Baxın nə gözəl olacaq. İnşallah bura tikiləndən sonra ev bütün ağaclığın içində. Deməli hər tərəf görürsüz ağacdır. Amma bizim evimiz isə tən ortada. Burada da belə balacam elə bil ki nəsə əlimizdəki lazımsız bir şeyləri qoymağa da kənddə instrumentləri, nəsə lapatkadır, belə bir şeylər qoymaq üçün belə bir yer yaratmışdıq. Bu da baxın qalıb ağacların arxasında. İndi ora qapı qoyulandan sonra, oraları düzəldiləndən sonra çox gözəl olacaq. Axırıncı dəfə bura gələndə yaz idi. Yazda burada heç nə yox idi. Ağaclar elə bil ki hələ yarpaq açmamışdı biz gələndə. İndi isə görürsüz hər yer dolub. İndi bu da bizim fundamentimiz. Hələ ki belə qalıb. Bunlar hamısı fındıq ağacıdır. Bu evin yerində də fındıq ağacı var idi. Amma ki bunları biz çox təəssüf ki kəsməli olduq. Ev üçün yer eləməyə. Kötü görürsüz, kötüləri bəzilən böyük kötülər qalıb hələ də kəsilən ağacların. Mən səni çəkirəm, sən məni. Bu isə biz artıq gəldik. Bu elə bil ki babamın yurdudur. Biz burada olanda həmişə burada qalırdıq. Balacalıqda həmişə burada qalmışam. Bütün yayın 3 ayını uşaqlıqda biz 3 uşaq olmuşuq, burada qalmışıq əmimgildə. Və hal-hazırda da həmişə burada qalırıq. Və bizim bu aldığımız yer də bura çox yaxındır. Ona görə də yaxın aldıq ki, burada hər şeyi tanıyırıq. Bura çox ürəyimizə isti gəlir. Balacalığımız da burada keçib. Yoldaşım da balacalığını demək olar ki, hələ bu kəndlərdə keçib. Onun kəndi bir 15 dəqiqəlik yoldur bizim kəndimizdən. Sadəcə olaraq bizim kəndimiz yolun qırağında rahat bir yerdədir deyənə bizim kəndimizdən aldıq. Onların kəndi biraz içəridir və oradan avtobus getmir və yola çıxmaq üçün maşınla getmək lazımdır. Ona görə bir rahat yeri, yaxşı yer seçdik. O da oldu bu kənd. Bu gördüyünüz balaca şipşirin pişiklər isə burada anası gətirib qoyub. Bu divanın üstündə balalayıbmış burada. Çox gözəl, çox şirindir. Sonra anası gəldi, onları apardı. İndi isə sizin üçün biraz həyəti çəkmək istəyirəm. Burada həyət, ev biraz köhnədir. Dediyim kimi babamdan qalan evdir, həyətdir. Düzdür, hər adam bura gələndə kim burada qalsa da biraz nəsə köməkli edirik, biraz təmizlik edirik. Əlimizdən gələni edirik, amma yenə də köhnədir ev.
yaxşı olar ki, bu evi tam söküb təzəsini qoyasan, amma hələ ki belə imkan yoxdur deyənəm və xatirə bir evdir. Çox xoşlayırıq, çox sevə-sevə qalırıq burada. Bu isə bacım qızımdır. Gələn kimi istədi ki, bu otlardan buranı biraz təmizləsin. Я хочу, например. Пол это лава. Раз, два, три. Надо чек. Kızlar gələn kimi biraz nə vardı ondan yedik. Düzdür, biz yolda yemişdik, magazindən almışdıq. Şirniyyat, bizim bir sevimli mağazamız var orada. Yolda rahat. Və oradan həmişə yeyib gəldik. İndi axşama bir şey fikirləşmək lazımdır. Gedirik mağazinə. Mağazinə özdə. Mağazinə. Baxaq görün burada. Burada bir gözəl mağazin var. Bu demək olar ki, Xaçmaz kənddən hamısı bura gəlir. Çünki bu ən böyük marketdir. Demək olar ki, hipermarketdir. Prosta biz ora gedirik. İndi biraz sizə yolda çəkəcəm. Çəkək burada. Bakın bu da arkadaşım eşek. Çok güzel hayvandı bence eşekler. Kısacık. Bakın bu kadar erzak aldık. Şimdi bunları gedib evdə çıxardan da çəkəcəm sizin üçün. Папа, мама, папа. Мама, папа. Это видео. А это что это? Найди с Боба Домино играть. Найди с Боба Домино играть. Мне кажется, все нормально, правильно? Все. На. Buradakı xaladelnikimiz xarab olduğu üçün biz bir günlük bir axşam üçün yemək bir şey aldıq və biz kartof aldıq və duzlu balıq. Çox xoşlayırıq hamımız bunu, ona görə və tez bişən bir şeydir, ona görə bunu aldıq. Hər hal-hazırda anam kartofu təmizləyir, qaynamağa qoyur. Biz isə o bir işlərlə məşğul oluruq. Sabahları səhər xaladelniki inşallah düzəldəcəyik və ərzaqları rahatlıqla ala bilərik və xaladelnikdə saxlamaq olacaq. Uşaqlar isə burada vişnya ağacı tapıblar və gördüyünüz kimi yaxşı-yaxşı vişnyaları yeyirlər. Deyirəm, nə qədər mağazindən alıb yesək də meyvələri ağacdan dərib yeyən o dadı vermir. Balacalıqdan elə öyrəşmişik ki, yayda burada bütün meyvələr bitir və bütün meyvələrin dadına ağacdan baxmışıq və bu çox bir başqa bir daddır. Видите, как надо? Где больше растений, там блин, колючка. Ничего страшного, потерпишь. Biz isə axşama bir salat da düzəltmək istədik. Ах ты, Валера!
Stilast eləyim belə. Deyəndə əvvəl təmizləyək ki, sonra mlastlarım. Я вообще туда в моральную поддержку ставлю. И карты, которые мы сейчас играем. Это Камиля карты. Аня Нерви. Она кушает что? Və üzərinə biraz duz əlavə edib qəşəng qarışdırıb salat alındı. İndi isə balığı da kəsib tarelkaya qoyacağıq və yavaş-yavaş əyləşib axşam yeməyimizi yeməyə başlayırıq. Bu isə səhərsi gündür və gördüyünüz kimi balacalar yerləncəkdə yerlənirlər. Bu yerləncəyin 40 yaşından çoxdur. Bunu mənim atam biz balaca olanda düzəltmişdi bizə və mənim bacım üçün. Bacım isə məndən də böyükdür. İndiyəcən bu yerləncək qalıb və bütün uşaqlar bu yerləncəkdə sevə-sevə yerlənirlər. Çox xoşlayırlar. Bu yerləncək üçün həmişə burada davadır ki, kim yerləncəyə birinci oturacaq. Burada isə uşaqlar toyuqlara yem verirlər. Mənim fikrimcə uşaqlar kəndə gələndə tam gözəl başa düşürlər ki, toyuq hansı heyvandır. Eşək, at, inək hamısını görüb və daha yaxşı, daha gözəl anlayırlar ki, hansı heyvan hansıdır, necə olur. Çünki nə qədər bir şəkillərdə, kitablarda, televizorda göstərsəydi şəhərdə bunu etmək çox çətin olur. Burada isə biz səhər kaşa bişiririk. Dünən aldığımız ovsiyanı kaşasını bişirəcəyik və kənd yumurtaları qaynadırıq ki, kim istəyir əlavə onu da yesin. Нет? У меня как раз Ağzına Ой, hiç iri çekiyor. Dadı qasa. Hangidən? Emin avat teyzəsi qasa. Emil qasa Muhammed. Emil. Burada isə kənddə olmağımıza baxmayaraq uşaqlar və böyüklər kim kofe sevirsə öz səhər kofesindən geri qalmır. Və çay istəyənlərə də çay veririk. Хорошо? Да. Və dediyim kimi xaladelnikimiz xarab idi. Xaladelnikimizi ustalar gəliblər təmir etməyə və başa düşdük ki, xaladelnikin motoru yanılmış. Ona görə indi xaladelniki düzəldirlər. Biz isə bacım qızımla bu arada ximiya dərsini keçirik. Bacım qızım tələbədir, universitetdə oxuyur. Ximiya, biologiya müəlliməsi olacaq və mən onun birinci tələbəsi kimi oturub onun dərsinə qulaq asıram və o mənə ximiyanı izah edir. Soruşsaz ki, mənə hal-hazırda ximiya lazımdırmı? Mənim işimdə xeyr, amma nə isə tezə öyrənməyə ya da salmağa nə isə xoşlayıram. Ona görə biz onunla bir müddətdir ki, ximiya dərsini eləyirik. Həftədə 3 dəfə gəlir yanıma və biz
ximiyanı keçirik. Həm onun üçün təcrübə olacaq, həm mənim üçün də gözəl yaddaş istifadə etməyə, beyin istifadə etməyə bir fürsət. Biz isə ximiyadan test edirik və test internetdən açıb edirik deyənə telefonlardan istifadə edirik. Ümumiyyətlə kim bizi görür, məni və bacım qızımı deyirlər ki, biz çox oxşayırıq. Hətta qızımdan çox bacım qızımı mənə çox oxşadırlar. Sizcə oxşayırıqmı? Милашка! Милашка, милашка. Милашка, Милашка. А? Милашка. Эмиль, ты Милашка? А можно меня снимать, пожалуйста? Я блогером буду. Burada isə biraz həyətdəki otu biçməyə başladıq. Yoldaşım biraz kömək eləyir ki, buranı da biçsin. Və birdən-birə bu arada gözəl bir yağış yağdı. Çox sevirəm yayda yağışı çünki isti olur. Amma yağış yağır, çox gözəl hiss olur. Həm də ki rayonda olanda bu başqa bir keyfdir. Biz isə samavar çayını istədik və ona görə samavarı yuyub içini doldururuq. Adelina, отойди. О, а дaqanez xusmir. А, турба зият чирмир. Вначале сними эту голову. Эту? Да. Как? А теперь это. Не открывается. Вставай, вставай. Значит, не вставай. Теперь на хренчиках. Видно оттуда. Ты хороший? Ты хороший, а я не хочу. А вот так тебе надо! Нападение помоги мне! Şifancini bağlamayın. Magazinden bunu aldık. Şimdi istedik birlikte tadına bakın. Дай мне квас. Я хамак. Обручек еще дал. Эмиль, взял все. Нет, Ай, я сама. ну давай. Давай, Я тоже. Стой тут. давай. Квас, 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 квас. Пусть разгорится. Я тоже, я тоже. Ага, давайте теперь. Я. Патрон? Gördüyünüz kimi hamısı birlikdə bir samavar qaynatmağa çalışdılar. Я поняла, что вы вчера зефир купили. Я готова к ним. Samavar çayından sonra biz başladıq toyuqları təmizləməyə. Manqal üstündə toyuq qızardacağıq və sosislər. 2 toyuq aldıq. İkisini də belə ortadan böləcəm. Lazımsız yerlərini kəsəcəm və duz istiot vurub gözəl bu setkanın içinə qoyub manqalda bişirəcəyik. Bu isə artıq manqalı od qalamağa hazırlamışıq. İndi isə bacımın qızı birinci dəfə ona od vuracaq.
Birinci dəfə deyəndə ki, bacım qızım ümumiyyətlə birinci dəfə od qalıyır. İlk dəfədən onda alındı. Yağ var. Yağ. Dediyim kimi indi toyuğu qoyuruq setkanın arasına, duz istiotu vururuq və qırmızı biber əlavə edib bunları qoyacağım manqala. Bir toyuğu gördüyünüz kimi mən eləyirəm, bir toyuğu da bacım qızı tez olur. Bura gələndə demək olar ki, hər dəfə manqaldan istifadə edirik və çox vaxtı sac üstü eləyirik, kebab pişiririk. Amma bu dəfə biz az olduğumuzdan, vaxtımız da çox az olduğundan biz ancaq götürdük, toyuq bişirdik. Amma deyim ki, sizə çox ləzzətli olmuşdu. Manqalda bişən hər şey məncə başqa bir ləzzəti var. Çünki odunun üstündə bişir və dadı tam başqa olur. Və uşaqların ən sevdiyi bir şey bu həmişəki kimi bu zefirkaları, marshmallownu manqalda odun üstündə bişirməyi. Bize marshmallow. Və bütün uşaqlar burada öz arzusuna çatdılar. Hamısı özü üçün başladı belə bu zefirkaları qızardıb yeməyə. Çox xoşbəxt idilər. Bu fikir bunlara kənddə gəlib deyənəm. Bizim uzun çubuqlarımız yox idi. Ona görə bunlar əvvəl bu diş zubaçiskanın üstündə eləyirdilər bunu. Sonra da vilka ilə zubaçiskanı eləyəndə gördüyünüz kimi əlləri yanırdı, üzləri isti olurdu deyənə. Amma hər şeyə dözürdülər ki, nəinki bircə bir bu zefirkanı yandırıb isti eləyib yesinlər. Çox xoşlayırlar bunu. Bu da bizim toyuğumuz gördüyünüz kimi çox gözəl qızarır. Həmişəki kimi salatsız bizdə heç nə olmur. Ona görə salat da burada düzəldirik. Hava da gördüyünüz kimi qaralır. Artıq hər şey hazırdır. İndi toyuğu çıxardırıq tarelkaya və bura sosiskaları qoyacağıq. Yıkma. Şekilчик. Указма, она шекельчик, да. Чудно, да. Гений чудной красоты. Я тоже хочу папа. Не, вон можешь пойти из папы. Вот тут показано. Bu isə səhərsi gün bizim yatdığımız döşəkləri indi hamısını yığışdıracağıq. Çünki bugün Bakıya qaydırıq. Dediyim kimi çox köhnə ev olduğundan burada yuxarıda 2 otaq var və 2 otaqda yatmaq olur və gördüyünüz kimi yerdə döşəkləri sərmişik və uşaqlarla yanmayan hamımız yatmışıq balacalıqdakı kimi. İndi də bütün döşəkləri yığacağıq. Üstündəki yataq dəstləri isə ayrıca yığıb yumağa aparacağıq. Və ən axırda burada görə bilərsiniz ki, balaca Jasmin, bu mənim qardaşımın qızıdır. Video düşmək üçün o da mənimlə başlayıb yığışdırmağa. Deyirəm, videonun nə gücü var ki, uşaqlar da bura düşmək istəyir və köməklik də edirlər. Burada isə biz səhər yeməyi bişiririk. Bugün yumurtadan glazok bişirəcəyik. Kənd yumurtasını hamı sevir.
Burada isə anam üzüm yarpağını yığıb, həyətimizdə üzüm çardağı da var. Oradan üzüm yarpaqlarını yığıb bankalarda bağlayacaq. Qışda bizim üçün yarpaq dolması bişirmək üçün. Bugün çıxıb gedəcəyik deyənə həyətdə dəyən meyvələrdən biraz yığırıq. Bu qara qarağatdır. Düzdür, yaşıl daha çox idi, qaralmışları az idi, amma yenə də 1-2 kiloya qədər buradan yığa bildik. Düşünürəm əsas nə qədər yığdıq yox, əsas bu proses uşaqlara nə qədər keyf gətirdi, nə qədər onlara xoş oldu, əsas budur. Мама, а где мой? Мама, где мой? Мама, а где А из-за мой? чего? Укусил меня кто-то или что? Не знаю. Мама, а где мой? Вот твой. Что тебе, дядя, что твой? Или это может быть ячмень? Успокойся, Киана. Это не мой. Мы здесь вообще все собираем. Твой, мой здесь нету. Я в эту не хочу так собирать. А как ты хочешь, скажи мне здесь? Эмиль, ешь. Вкусный. Эмиль, ты как хочешь. Və tut çırpıb, tut yedik. Bu dəfə doşab bişirməyə çatmadıq. Çox təəssüf ki, bu yay bizə doşab olmadı. Adətən mama hər yay burada doşab bişirir. Amma bu dəfə bizdə alınmadı, amma doyunca tut yedik. Не упала. Ağ uzun değil, bu uzun. Ağı da geçerdik, bunu da geçerdik değil. Ağ uzun değil. Onun için dedim, o tarafı çırpma. Bu ortaları çırpma. Это самый вкусный дождь, который я видел. Yok. Bedula. Zabur taraftakileri çırp, sonra bu kulunları da. Zabur tarafına gel, çırpılmaz yok, hem kalındı. Onda bu yana dağıtmak lazım önceden. Koduma ayarıyor bu. Və getməmiş əvvəl biraz uşaqlarla bizim uşaqlıqdan olan bir oyunu yada saldıq. Klas oyunu onlar üçün çəkdim, izah elədim ki, onlar biraz oynasınlar, oppansınlar. Çünki indiki uşaqlar çoxsu oppana bilmirlər, oynaya bilmirlər, ancaq telefonlarda olurlar və ona görə onlara biraz belə oyun təklif elədim. 1-15 dəqiqə oynadılar, sonra yenə başladılar öz bildiyini eləməyə. Bu isə mənim Jasminçikim video üçün. Sizlər üçün velosiped sürür ki, özü də kadra düşsün. Çox xoşlayır əslində velosiped sürməyi. Hər şeydə çox aktiv uşaqdır və gördüyünüz kimi velosipedi də yaxşı sürür. Və ən sonunda ən super kadrlar istədim sizə çəkim. Gedirəm yumurtaları götürməyə. Bugünə bu qədər qızlar. Axıracan baxdığınız üçün təşəkkürümü bildirirəm. Abunə olmağı unutmayın və daha çox məni izləmək istəyirsinizsə mənim Instagram səhifəmə keçid alıb orada abunə ola bilərsiniz. Mən sizə təşəkkürümü bildirirəm. İnşallah gələn görüşlərədək.